Küfr edənlər isə deyirlər, bu məsəllə Allah nə demək istədi? Halbuki, o bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin o, bununla yalnız fasiqləri yoldan çıxarır. O kəslər ki, Allahla əhd-i peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi qohumluq əlaqələrini kəsir və yer üzündə fitnə fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, o sizi diriltdi. Sonra o